Çəkilişə təzə başlayanlar və kameradan sıxılanlar, insanlardan sıxılanlara bir tövsiyəm olacaq ki, bax, bazar günüdür. İndi kənarları görürsünüz, ətrafı. Bazar günü səhər tezdən çölə çıxın. Yəni bu çöldə çəkilişə öyrəşməlisiniz. Çünki hər bir məhsul satdıqda gözləməyəcəksiniz ki, adamlar keçsin, sonra məhsulumu çəkin falan. Yəni bunu öyrəşməlisiniz. Buna da zaman lazımdır. Amma birdən-birə insanlar içərisində video çəkmək, kameraya danışmaq çətindir. Ona görə bir tövsiyə edirəm ki, bazar günlər səhər çıxın. Bu boyda parkda heç kim yoxdur. Bu da məndən sizə bir tövsiyə olsun. Düzdür, mən belə başlamadım. Mən elə promoy adama baxmadım, eləmədim. Elə başladım çəkməyə. Yəni ilk günlərdə ümumiyyətlə ilk bir həftə belə deyim, çətinlik idi. Sıxılırdım, amma sonradan sonraya yavaş-yavaş zamanla. Çünki hər kəs ilk növbədə öz məqsədini bilməlisən. Nə üçün çəkirsən? Necə çəkirsən? Allah həmd olsun ki, o vaxtları başlamışam və bu günlərim onun faydasını görürəm. Məsələn, əvvəllər mən səx atsaydım, mənim müştərim yox idi. Amma həmd olsun Allah. Yəni bu vasitə ilə, bu sosial şəbəkənin vasitəsi ilə bu ilə müştərilərim də yetərli qədərdir. Ona görə çəkilişi saxlamayın, gözləməyin ki, kimsə ay sabah başlayaram, bir gün başlayaram. İndi o moment deyil, vaxtım yoxdur. Başlayın çəkilişə. Yox, çətinlik çəkirsinizsə, qrupumuz var. Düzdür, pullandır qrupa da qoşulmaq. Həm də dərs var orada, 4 dənə dərsdir.